Bugün Ağcabədi rayonunun Köyük kəndindəyik. Burada adı qırmızı kitaba düşmüş saqqız ağaclarından danışacağıq. Saqqız ağacı deyərkən uşaqların, hətta bəzi böyüklərin də gözünün önünə üzəri saqqızlarla dolu ağac gəlir. Əlbəttə ki, bu ağacın saqqızla birbaşa əlaqəsi var. Amma təsəvvür etdiyimiz kimi o saqqızlar ağacın budağında yox, məhz gövdəsində olur. Onun gövdəsindən əldə edilmiş qatrandan, yəni əvvəllər saqqız kimi istifadə edilirdi. Yəni bəşəriyyətin ilk istifadə etdiyi təbii saqqız məhz bu ağacdan əldə olunubdur. İnsanlar onu ağız boşluqlarındakı bakteriyaları öldürmək, gigiyeniyanı təmin etmək məqsədi ilə istifadə edirdilər. Təəssüf ki, zamanla artıq təbii saqqızları əldə etmək çətinləşib. Çünki bu ağacların sayı getdikcə azalmağa başlayır. Qeyd etdiyimiz kimi artıq onların adı qırmızı kitaba düşüb. Bəs Köyük kəndində bu ağaclar, püstənin yabanı növü olan saqqız ağacı necə qorunur, sayları nə qədərdir? Bu haqda kənd sakinlərindən soruşacaq. 1940-cı ildə dünyaya gəlmişəm. Mən Yoxsul müəlliməm. Bu kəndi məndən yaxşı tanıyan hal-hazırda yoxdur. 5 yaşımdan, yəni Böyük Vətən müharibəsindən sonra 45-46-cı illərdən bəri bu meşə adlanan bu yerlə mən çox tanışam. Uşaqlığım burada olubdur. Məktəbimiz də burada olubdur. Bura qalın meşə olubdur, qalın meşə. Hətta bu meşədə vəhşi heyvanlar da yaşayır. Yəni bura çox qalın meşə olub. Hətta zət məsəl varmış ki, Naxçıvana, Tuza, köyə oduna. Hürriyyətlik vaxtı, yəni hökumətin o boşalan vaxtı ətraf yerlərdən gəlib bu meşəni qırıb apardılar. Bura çox qalın meşə olubdur. Saqqız ağacı, palıd ağacı, ağcaqayın ağacı, çoxlu ağaçlar varmış. Bilirsiniz bala, meşənin yaranmasında təbiətşünaslar yaxşı bilər. Bu quşların böyük rolu olubdur. Bu ağaçlar niyə bitib, öz-özünə bitməyib var. Quşlar rol oynayıbdır, qalın meşə olubdur. İnsanlar seyrəymiş. Sonra da insanlar artdıqca ağac, heyf ki, ağacın qədrini çoxumuz bilmirik. Ağac bizim həyatımızdır. Ağac yerin bəzəyidir. Ağacın qədrini bilmək lazımdır. Ulu öndərimiz, Allah rəhmət eləsin, Heydər Əliyev babamız dedi ki, ağacın bir qolu kəsiləndə elə bilən mənim qolum kəsilir. Ağacı həm də təbiəti qorumaqdan əlavə ağac keçmişin yadigarıdır. Onu göz bəbəyimiz kimi qorumalıyıq. Hazırda saqqız ağaclarının qorunub saxlandığı məhəllənin sahibi ilə də danışmaq istəyərdik. Ümumiyyətlə bu ağaclar necə qorunur, necə saxlanılır, hansı əhəmiyyəti var, hansı faydaları var? Bu haqda onun fikirlərini də alaq. Mən Həsənov Səxavət Bəhmənoğlu, bu məhəllədə son beşiyim, yəni yurtda qalan. Atam da 30-cu ildə anadan olub, 2008-də dünyasını dəyişib. Hal-hazırda mən yaşayıram. Mən də 73-cü ildə anadan olmuşam. Anadan olandan da bu məhəllədəyim. Bu saqqızlara, palıqlara da mən baxıram. Yəni divin belləməsidir, sulanmasıdır, qorunmasıdır. Bu işlərə mən baxıram. Kimsəyə icazə vermərəm ki, onun bir qənədini qıra. Bunun da özlərinin sirri var. Bu saqqızın çətənəsidir. Mədə bağırsağın dərmanıdır. Ağız boşluqlarında olan bakteriyaların hamısını təmizləyir. Yəni bunu yeyirsin. Bu yetişəndə. Bu hələ ki göydür. Palıd ağacında da qozalar olur. O da şəkər xəstəliyinin dərmanıdır. Ocaqda bastırırsan dədə-baba üsulunda. Partlaşanda götürür onu yeyirsin. Şəkər xəstəliyinin dərmanıdır. Yəni belə baxırıq. Ağaçların da 790 yaşı var. İndiyənə çoxudur. Tələf olanlar da var.
Hal-hazırda da 6 saqqız ağacı durur, 4 palıd ağacı bizim məhəllədə. O yaşını necə müəyyən eləmisiniz? Onu Moskvadan Rus alimləri gəlmişdi. 3 Rus alimi idi, 2 Azərbaycan alimi idi. Qabığından kəsdilər, ona yaş qoydular. Onda mənim 10 yaşım vardı. O hesabla da hesablayanda indi də mənim 53 yaşım var. Onda qoydular 750 yaş. Mənim yaşımla 10 yaşı çıxanda 700 deməli 90 yaşı var. Rus alimlər, Azərbaycan alimlərinin qoyduğu yaşı deyirəm. Yəni bunu mən özümdən demirəm. O devrin ağaçlarıdır. Ayrı bildiyim bu qədər. Bu şirələri ilə, qatıranla bağlı nə məlumat verir? Bu da sentyabr aylarında, sentyabrın axırında öz-özünə saqqız buraxır. Onu da götürüb, xüsusi onu gərək düzəldəsən. Düzəldib çiynəyirsən, necə tükanda satılan saqqız kimi. O da mədənin, bağırsağın hamısının ödün dərmanıdır. Yəni bu çətinə Yəni kimi. hazırlanması deyərkən, bayaq mən əlimi vurdum, belə maye halında. Bu göydür də, elə bil ki, bunu çiynəmək qeyri-mümkündür. Bu üstündə quruyur. Aha, quruyandan sonra. Nətər deyirlər, bir qazmaq kimi. Bəli. Onu da tofluyursan, bir kağızın qəzetin üstə, tamam toflanandan sonra götürürsən, çiynəyirsən, ağızda birləşir, bərkiyir. Bir 5 dəqiqə, nə bilim 10 dəqiqə çiynəyəndən sonra öz-özünü o ağızda çürüyür və dağılır. Onda onu atmalısın. O qədər. Yəni da bunu saxlasa vaxtda bir də çiynə yox, mümkün deyil. Düzəltdi 5-10 dəqiqə onun vaxtı var ağızda. Biraz acıdadır, amma dərmandır insana. Arxiv sənədləri göstərir ki, vaxtilə Köyük kəndi ərazisində 20 ədəd dövlət qeydiyyatına alınmış saqqız ağacı mövcud olub. Bugün isə onlardan yalnız 6 təbiət abidəsi salamat qalıb. Hazırda bu ağacların mühafizəsi yerli imkanlarla təmin edilsə də, itirilən hər bir ağac ekoloji sistemimiz üçün də böyük bir itkidir. Köyük kəndinin saqqız ağaclarını qorumaq hər birimizin ekoloji və mənəvi borcudur. Tarixi irsimizə biganə qalmayaq. Məhsəti Musa, Kənan İsayev, Köyük kəndindən Aran Ağcabədi internet televiziyası üçün.